Gəlin Qarabağın Çempionlar Liqasında Ajax'la keçirdiyi o dramatik oyuna qısaca nəzər salaq. Bilirsiniz, Azərbaycan çempionu play-off uğrunda həlledici bir oyunda Niderland nəhəngi Ajax'a 2.4 hesabı ilə uduzdu və bu nəticə təbii ki, komandanın turnirdəki gələcəyini ciddi sual altına qoydu. Oyundan çıxarılacaq bir neçə vacib məqam var. Birincisi, oyundan əvvəl hamının danışdığı o Ajax böhranı var idi, yadınızdadır. O söhbətlərin hamısı boş çıxdı. Klub öz əfsanəvi DNT-sini, yəni o məşhur total futbol fəlsəfəsini ortaya qoydu və hücum gücü ilə bütün iddiaları darmadağın etdi. İkincisi, oyunun son dəqiqələri. Bu, Qarabağ üçün sözün əsl mənasında bir kabus oldu. Düşünün, komandamız 2 dəfə hesabda önə keçmişdi. Amma Ajax sanki o məşhur Braziliya prinsipi ilə cavab verdi. Siz nə qədər bacarırsınız vurun, biz nə qədər istəyirik vuracağıq. Nəticədə oyunun sonlarına yaxın qonaqlar 3 qol vuraraq hər şeyi tamamilə dəyişdilər. Və nəhayət üçüncüsü, bu məğlubiyyət əslində nə deməkdir? Açığı bu, Qarabağ üçün çox sərt bir reallıq dərsi oldu. Bu nəticə göstərdi ki, Çempionlar Liqasının play-off səviyyəsi tamamilə fərqli bir dünyadır və komandamızın hələ görüləsi çox işi var. Yekun olaraq bu oyun Qarabağ üçün həm acı bir məğlubiyyət, həm də Avropanın zirvəsinə gedən yolda hələ çox çalışmaq lazım olduğunu göstərən bir dərs oldu.